Hər kəs salam uşaqlar. Mən bu gün sizlərə 3-cü sinif 2-ci Azərbaycan dərsliyindən səhifə 73-də olan dil qaydalarını, yəni Qız Qalasının davamında olan dil qaydalarını başa salacağam. Odur ki, başlayaq. Tapşırıq A-dan. Cümlələrdə işləmiş feilləri sual verin. Sizcə hansı hadisə artıq baş verib, indi baş verir və ya hələ baş verməyib? Uşaqlar, məhz bu sual feilin zamanlarına aid qaydaya əsaslanır. Gəlin əvvəlcə biz tapşırıq A-nı baxaq görüm yaza bilirikmi? Gəlin baxaq. Dərs başlandı. Dərs başlandı. Artıq olub. Bir dəqiqə, mən əvvəlcə sizə feilin zamanlarını keçim, daha sonra onları işləyək. Feilin zamanları. Uşaqlar, ümumiyyətlə belə deyək də, feilin 3 zaman forması var. Keçmiş zaman, belə eləyim, feilin deməli keçmiş zaman, indiki zaman və gələcək zaman. Biz bunu adlarından, yəni adlarından ümumiyyətlə bunlar bizə məlum olmalıdır. Gəlin əvvəlcə baxaq keçmiş zamana. Keçmiş zaman, baxın uşaqlar, böyüdüyümüz sizin üçün burada belə. Baxın, keçmiş zamanda nədir? Aldı, bildi, yudu, üzdü, almışdı, bitmişdir, yumuşdur, üzmüşdür. Görürsünüzmü? Hamısı nə olub? Yəni əvvəlcədən nə olub? Olub da, yəni olub bitib artıq məsələn. Məsələn, mən Bakıya getdim. Burada gəlin şeyi tapaq, feil. Feil, yəni zaman formalarını tapanda nə edirik? Ancaq feilə baxırıq. Çünki zaman formaları yalnız feilə aiddir uşaqlar. Getdim. Deməli, mən hara Bakıya. İndi siz bunu böyük siniflərdə keçəcəksiniz. Nəysə mən bunu deyim sizə, getdim. Artıq gedib qutarıb da, yəni gedib artıq. Ucu gedib. Yəni siz böyük siniflərdə keçmiş zamanın 2 formasını keçəcəksiniz. Gəlin mən əvvəlcə sizə deyim. Keçmiş zaman 2 yerə bölünür. Şuhudi keçmiş zaman, bir də nəqli keçmiş zaman. Şuhudi keçmiş zaman, baxın məsələn aldıdı, bildidir, yudu, üzdü. Baxın bunlar bura qədər olanlar şuhudi keçmiş zamana aiddir. Siz bunun şəkilçisini şuhudi sözündəki di şəkilçisindən yəni bilərsiniz ki, məsələn aldı, bildi, vurdu. Şuhudi sözünün də son şəkilçisi di-dir. Yəni elə yadınızda saxlayın. Nəqildəki almış, oxumuş, yazmış. Məsələn, o oxumuş uşaqdır. Nə etmiş? Oxumuş. Baxın, oxumuş. Mış, miş, muş, müş. Yəni mış üstü 4. Deməli, buradan belə nəticəyə gəlirik ki, şuhudi keçmiş zamanın şəkilçisi D üstü 4. Nəqli keçmiş zamanın şəkilçisi isə mış üstü 4 olacaq. Nə idi? Şəkilləri nə etdi, nə etmişdi. Məsələn, o gəldi. Baxın, o gəldi. Nə etdi? Gəldi. Məsələn, o gəlmişdi. Baxın, miş. Nə etmişdi? Gəlmişdi. Nəqli keçmiş zaman aiddir. Keçirik indiki zaman. İndiki zaman indi baş verir. Məsələn, gülür, oxuyur, yazır, qaçır, uçur. Məsələn, baxın, alır, bilir, yuyur, üzür. Nə edir? Məsələn, alır. Məsələn, o kitab nə deyir? Deyir ki, o kitab alır. Alır. Nə edir? Baxın bu sual. Nə edir? Alır. Yəni bu da indiki zamanı. İndiki zaman 2 yerə falan bölünmür. Keçirik gələcək zamana. Gələcək zaman keçmiş zaman kimi 2 yerə bölünür. Qəti gələcək zaman, bir də qeyri-qəti gələcək zaman. Qəti gələcək zaman
gələcək, oxuyacaq, yazacaq. Yəni bu qətidir də. Bunun da yəni qəti gələcək zamanı şəkilçisi acaq. Qeyri-qəti gələcək zamanı da ar üstü, acaq üstü 2, ar üstü 2 olacaq. Yəni bunu biz necə təyin edəcəyik? Məsələn, qəti gələcək zaman alacaq, biləcək, yazacaq, oxuyacaq. Mən inanıram ki, o oxuyacaq. Qəti də bu neyəcək? Oxuyacaq. Bir də qeyri-qəti gələcək zaman qeyridən oxuyar. Məsələn, yazar. Oxuyar da, yazar da məsələn. Bunlar nədir? Qeyri-qəti gələcək zamana aid edəcəklər və nə edəcək, nə edər? Sonlardan birinə cavab verir. Məsələn, oxuyar. Nə edər? Oxuyar. Oxuyacaq. Nə edəcək? Oxuyacaq. Bu qədər buradan. Keçid alırıq tapşırıq A-ya. Tapşırıq A-da artıq biz qaydanları tam mənimsədikdən sonra tapşırıq A-ya keçid alacaq. Tapşırıq A-da deyir, cümlələrdə işlənmiş feillərə sual verin. Sizcə hansı hadisə artıq baş verib, indi baş verir və ya hələ baş verməyib? Gəlin baxaq. 1. Dərs başlandı. Başlandı, bitdi. Deməli, yazırıq. 1. Keçmiş. 2. Su donmuşdu. Şudi keçmiş zamandadır. Bu da nədir? Keçmiş. 3. Şəhərimiz günü-gündən gözəlləşir. Nə edir? Gözəlləşir. Deməli, bu da indiki zamandır. İndiki. Nə edir? Gözəlləşir. Bir dəqiqə eləyirdi bunu. Ya, yəni, əgər biz bunu keçmiş zamanda eləsəydik, kəndimiz günü-gündən gözəlləşdi. Məsələn, kəndimiz günü-gündən gözəlləşəcək. Belə. Səma gəzintiyə gedəcək. Gedəcək qəti gələcək zamandır. Deməli, gələcək zaman. Yəni, bunu da belə yadınızda saxlayacaqsınız. Gələcək, acaq, əcək, gələcək zaman. Gələcək sözü üzdə gələcək zamandadır. Yəni, bundan belə yadınızda saxlaya bilərsiniz. Bugün məktəbdə görüşərik. Nə edərik? Görüşərik. Ar, ər, qeyri-qəti, nə? Gələcək zaman. Yəni, bu da tapşırıq aid. Keçid alırıq tapşırıq B-yə. Cümlələrdəki feillərin hansı zamana aid olduğunu deyir ki, müəyyən edin. Gəlin baxaq 1-ə. 1. Uşaqlar həyətdə futbol neynirlər? Oynayırlar. Nə edirlər? Oynayırlar. İndiki zaman. Yayda kəndimizə gedəcəyik. Acaq, əcək. Nə? Qəti gələcək zaman. Gələcək. Sonra qələbə xəbəri hər tərəfə yayıldı. Artıq yayılıb bitib. Keçmiş. Bir dəqiqə. Keçmiş. Bütün ailə ekrana yaxın əyləşdi. Bu da keçmişdi. Keçmiş. Bu məsələ barədə dərsdən sonra danışarıq. Nə edərik? Danışarıq. Gələcək. Mən sabahki imtahana yaxşı hazırlaşmışam. Hazırlaşıb bitdim də, yəni hazırlaşdım. Ay da sildim uşaqlar, çaşıb. Neyse, o da bunu da bilirsiniz də. Deməli, digərlərini zaten yazmışdım ya da indi yazım yenidən. Hazırlaşmışam. Deməli, deməli, nəqli keçmiş zaman. Sən dostun üçün hədiyyə seçirsən, yəni nə edirsən? Seçirsən. Bu da olacaq indiki zaman. Keçirik tapşırıq C-yə. Deyir, verilmiş feilləri hər 3 zamanda cümlədə işlədib yazın. Bunu belə eləyək.
Verilmiş fe'llər. Gəlin birinciyi yazaq oxumaq. Oxumaq. Bu məsəl şəklində, deməli ki, məsəl şəklində olan bir feildir. Gəlin bunu biz feilləri hər 3 zamana görə eləyək. Birinci indiki. İndiki. Mən oxuyuram. Mən oxuyuram. Mən oxuyuram. Oxuyuram. Keçmiş. Mən oxudum. Gələcək. Mən oxuyacağam. Bu bir. Keçirik ikiyə. İki. Qorumaq. Qorumaq. Deməli, indiki. O məni qoruyur. Qoruyur. Keçmiş. O məni qoruyacaq. Yox, bu dəqiqə. O məni qorudu. Gələcək. O məni qoruyacaq. 3. Çalışmaq. İndiki. Sən çalışırsan. Sən ya da hər zaman, məsələn, hər zaman çalışırsan. Sən hər zaman çalışırsan. Keçmiş. Sən hər zaman çalışdın. Gələcək. Sən hər zaman çalışacaqsan. 4. Uçmaq. İndiki. Quş uçdu, uçur. Keçmiş. Quş uçdu. Gələcək. Quş uçacaq. Keçid alırıq tapşırıq Ç-yə. Cümlələrdəki feillərin zamanını müəyyən edin. Bu feilləri mötərizədə verilmiş zamana uyğun dəyişin. Deməli, gəlin baxaq. Deyir ki, baxın birinci cümlədə 1. Akşin dərsə gecikdi. Akşin dərsə gecikdi. Keçmiş zamandır. Keçmiş. Biz bunu indiki zamanda işlətməliyik. Yazırıq. Bir dəqiqə yazırıq. Akşin dərsə gecikir. 2. 2-də deyir, dostlarım bizə qonaq gəldilər. Keçmiş zamandadır. Biz bunu gələcək zamanda işlətirik. Dostlarım bizə gələcəklər. 3. Bağban ağacları suladı. Keçmiş zamandadır. Ama keçmiş zamanda deyə elə bir yox. Bir də 3'ü keçmiş zamandadır. 4 yox. 4 indiki zamandadır. Neyse. Bağban ağacları suladı. Keçmiş zamandadır. Biz bunu gələcək zamanda işlədəcəyik. Bağban ağacları sulayacaq. 4 bir oxşadı. 4. Deyir, Əli babasına məktub yazır. İndiki
Biz bunu keçmiş zamanda işletsək, Əli babasına məktub yazacaq. Bu qədər. Uşaqlar, bugünlük bu qədər. Sağ olun, salamat qalın. Ümid edirəm ki, keçdiyimiz qaydadan, yəni mən keçdiyim qaydadan və sualların izahından ümidvaram ki, xoşunuz gəldi. Xoşunuz gəlməyibsə də canınız sağ olsun. Belə faydalı videoların gəlməsi üçün kanalıma abunə olun. Videoma da like atmağı və bildirimləri açmağı unutmayın. Sağ olun, salamat qalın. Sağ olun.